İmam Qazali deyir ki, şəqqavətül insan isnəni. İnsanın bədbəxtliyinin iki səbəbi var. Əl-cəhalətu vəl-qaflətu. Cəhalət nə deməkdir? Elmsizlik deməkdir. Həqiqətən də elmsizlik, yəni insanın oxuma yazma bilməməsi, insanın elmdən xəbəri olmaması, dünyadan nəyin baş verir, bu həqiqətən insan üçün bir bədbəxtlikdir. Və bunu Quran-Kərimdə bilirsiniz ki, çox vurur. Həl yəstəvillədinə ya'ləmunə vəllədinə la ya'ləmun. Yəni İslam dini möhtəşəm elmə dəyər verən və onu təşviq edən. Rabbi zidni ilmən və fəhmə. Ey Rəbbim, elmimi və fəhmimi artır. Yəni bu müstəqil bir verilişin mövzusudur. Elm öyrənmək, elm insana nələr bəxtdir. Yəni həqiqətən də cəhalət dediyimiz şey, cahilliyi ortadan qaldıran şey elmdir. Elm, əl-ilmu nurun, elm bir nurdur. İkincisi də ən önəmli xüsuslardan birisi də qəflət. Qəflət nə deməkdir? İnsanın özünü unutması. Yəni insanın özünü unutması ki, məni bu dünyaya kim göndərib? Nə üçün göndərib? Çünki həqiqətən insan dünyaya nəfislə göndərilir. Və bu nəfslə mücadilə etməsi lazımdır. Nəfsi boş buraxdığın zaman nəfis meyllləyir. Nəfsin də məsəl üçün meyllədiyi şey nədir? Maldır. O, məsəl üçün, Ali-İmran surəsinin 14-cü ayəsi var. O çox gözəl, o nəfsi tərif. Züyyinə linnəsi bu şəhvat minən-nisəi vəl-bəninə vəl-qanatiril muqantarati minəz-zəhəbi vəl-fiddati vəl-ən'ami vəl-harc zəlikə mətəul həyatid dünya vallahu indəhu husnul məəb. Yəni insanlara övladlar, qadınlar, cins atlar, ciplər deyək indi. Bəli, gümüş, qızıl. Yəni həqiqətən də biz insanları kateqoriya ilə etsək, yəni insanlar bunlara tapırlar. Kimisi ailə üçün çalışır, kimi desən mən övladım üçün çalışıram. Övladları bizim millətdə xüsusilə yəni övladı üçün yaşayan bir millətdir. Ona görə də Qurani-Kərim onları fitnə deyə qeyd edir. Təbii ki, sual olunar ki, adam ailəsi fitnə ola bilərmi? Yox, fitnə deyil. Əslində sənin üçün bərəkətdir. Amma sən onu ilahlaşdırdığın zaman, qoy bir nədir, övladları bir həqiqətən mərkəzinə qoyduğun zaman o sənin üçün fitnə imtahan deməkdir. Fitnə sənin ağlını başından alan deməkdir. Bəli, deməkdir. Yəni bunlar sənin üçün bərəkət olmalıdır. Çünki əl-məlu vəl-bənunə zinətul həyatid dünya. Vüqar müəllim, çox gözəl məqama gəldiniz. Mən bu məsələnin üzərində biraz durmağınızı istəyəcəm. Çünki xüsusilə müasir həyat, müasir şəhər həyatı, urbanizasiya, insanların əksərinin şəhərlərdə yaşaması, gündəlik məişət təlaşı içərisində olmağımız, hər kəs sabah tezdən evindən çıxır, qazancının, ailəsini dolandırmağın qayğısı ilə axşama qədər işləyir, axşam gəlir. Nəticədə bu şəkildə fiziki olaraq və ya əqli cəhətdən özümüzü təkmilləşdirməyə və maddi cəhətdən təminatımızı qarşılamağa çalışırıq. Böyük şəhərlərin hamısında bənzər problemlər var, yəni bu bir şəhərə aid bir şey deyil. Və belə olan halda insanlar o mənəvi boşluğa düşürlər, o qəflət dediyiniz şeyin içərisinə düşürlər. İnsanı insan edən dəyərlərdən, insanı mənəvi cəhətdən təkmilləşdirən, kamil nöqtəyə çatdıracaq dəyərlərdən uzaq düşürlər, qəflətə qapılırlar bu mənada. Xüsusilə İslam anlayışında insanın daimi olaraq Allahı xatırlaması tövsiyə olunur. Hər an, məsələn, Həzrət Peyğəmbərin həyatından bu nümunələri biz görürük ki, adi evdən çıxarkən dua ilə çıxır, evə qayıdarkən dua ilə qayıdır. Bir miniyə mindiyi zaman dua edir, su içərkən dua edir, bir şeyə paltarını geyərkən dua edir, bir işə başlayarkən dua edir. Bu nəyə gətirib çıxarır? İnsanın yaradanla mənəvi əlaqəsini daim canlı tutmağı, aktiv tutmağı təşviq edir ki, insan mənəvi cəhətdən böhrana düşməsin. Amma müasir cəmiyyətdə bizim həyatımızda bu hissə elə bil ki, biraz daha geri planda qalır. Biz öz mənəvi dünyamıza yönələ bilmirik, vaxtımız qalmır. Bax, bu baxımdan 3 aylar bir fürsətdir.